Selam profesör. Salam Səməd müəllim. Mingəçevirin tarihi və sizin arkeoloji işlərinizlə maraqlanan şagirdlər bunlardır. Salam mənim əziz balalarım. Mənim əziz balalarım. Mingəçevir arkeoloji cəhətdən də çox maraqlı bir yerdir. Biz burada qazıntı işlər apardığımız zaman qədim yaşayış yerlərinə və müxtəlif qəbirlərə rast gəlirik. Bu yaşayış yerlərinin çox maraqlı bir tarixi vardır. Gedək balalarım. Gördüğünüz bu deniz geçmişte yok imiş. Profesör, bəs burada o vaxt heç su olmuyor? Çok az olur. Ona göre de bu yerlerde suya olan ihtiyaç, o zaman halk arasından nağıllar ve efsaneler yaratır. Bəli, çoxlu nağıllar, efsaneler. Mənim əziz balalarım, elə deyirlər ki, qədim zamanda bu yerlərdə Eldoslu adlı bir alim və Simnar adlı zalim bir xan yaşayırmış. Ben sənə 2 şagird getirmişim. Lap yaxşı eləmisən. Hoş geldiniz Kamran Baba. Sağ ol kızım. Kamran baba bize 2 şagird gətirib. Senin adın nedir? Adı Bəs senin? budur. Adı budur. Çox yaxşı. Amma bilin ki, mənim tənbəl uşaqlardan xoşum gəlmir.
Eğer siz de metanet kimi ağıllı, bacarıklı olsanız, Olacaklar, olacaklar Hekim baba. İndi gelin gedək. Simnar Xanın qalası ise, bakın, oradaymış. Halk bu qalanı içerisinde baş veren hadiselere göre Qanlı Qala adlandırmıştı. Onlar ne istəyirlər? Su istəyirlər, hökmdar. Benim sözüm sözdür. İstədiyim torpaqları mənə verməsələr, nəinki əkinlərinə, özlərinə belə su verməyəcəyəm, bir damcı da verməyəcəyəm. Yenə də ərimədi. Aferin.
Hepsin günden güne güzelleşir. Sen niye yazmışsın? Ayha, ayha. Kalemim pis yazır. Yaz, yaz, yaz. Al bununla yaz, özünkünü mənə ver. Yaza bilmirəm, gözüme gün düşür. Gel yerimizi değişək. Dikiş də. Aha, dayan. Dayan. Necə olub ki, mən buna əvvəlcədən fikir verməmişəm? Axı Mətanət mənə bunu çoxdan demişdi. Mətanət! Bəli. Yaxın gəl. Ne buyursunuz Həkim baba? Bu saat hamısını bilərsən mənim ağıllı qızım. Niye gülürsünüz? Həkim baba. Gördün mü kızım? Tamam Erdi. Siz buna ne kattınız Həkim baba? Sen dediğin məhlulu. Dayanın bu saat. Buduya ver. Budu bura gel. Tök görün. Benim zəhrim məhlul Həkim baba. Bəli mənim ağıllı qızım, bəli. Gedin. Ancaq bu məhlulun necə hazırlandığını heç kəs bilməməlidir. Baş üstə. Həkim baba sizi susuz koymaz. Evde kim var? Hey! Kim var evde? Dost için dost var, düşman için düşman. Usta baba. Kamran baba. Neredesin kızım? Nece olacak? Usta kimi iyi, Kamran kimi ağıllı. Buyurun. Mətanət gülüdür. Bunu mətanət əkib becərir. Adını isə mən qoymuşam. Çox gözəl. Bunda elə bir ətir var ki, ürəyə aslan gücü verir. Güle layıktır kızım. Buyurun. Buyurun. Mesanet bacım. Bu diye bak. Yaşasın. Sen bilmezsen. Ay dur ha. Yaşasın.
Ha. Sağ ol kızım. Siminarxan suyumuzu kəsib. Kəndlər susuzluqdan yanır. Boz qayanın arkasıyla akıp gelen suyu görmüşsün mü usta? Bəli görmüşəm. Bak, hemin qayanı yarıp suyu kentlere çekmeye lazımdır. Sən nə deyirsən, həkim? Həmin buz qaya ki var, əjdahadır. Özü də elə qəzəblidir ki, suyuna toxunanı bir qırpımda daşa döndərir. Ejdaha nedir canım? Ne ejdaha? Siminarxanla Göygöz Çosan bunu qəsdən uydururlar ki, kentler suya yakın gelmesinler. Onlar Bozqayanın ejdahaya okşamasından məharətlə istifadə edirlər. Yaxşısı budur deyin görüm, Siminarxanla Göygöz Çosanın bu hiləsinin qabağına kim çıxa bilər? Bu qollar, bir də bu külünk. Mən sənin gücünə inanıram usta. Ancaq sən təksən. Sən mənim şagirdim Elşənlə yaddan çıxarırsan, onda Fərhad gücü var. Onun külüngünə nə bu boz qaya, nə əjdaha, nə də Siminarxan dayana bilər. Sən bir onun balığına bax. Gör necə də gözəl nəşlər salıb. Bu da özüdür. Mən əvvəldən bilirdim ki, Elşən gözəl bir usta olacaq. Yadındadır mı usta? O balaca bir uşaqdı. O vaxt onu sən şagirdliyə götürdün. Mətanəti də mən. Al doldur qızım. Əgər Elşən Bozqayanı yara bilsə, mən mətanət günü onun bağında öz əllərimlə keçəyəm. Elşen. Hekim baba dedi ki, eğer sen o bozqayanı yara bilsen, Mən də Çiçəkli dağdakı ağ daşları əridib, o suya qataram. Onda kəndlərin torpağını qızıla çevirərik. buyurun hekim baba. Sağ ol qızım. Mən o daşları çox yaxşı tanıyıram. Çiçəkli dağdakı bütün güllər, çiçəklər o daşlardan şirə çəkir. Bəs sən onları necə ərdə biləcəksən? Mətanətlə mən çoxdandır ki, o daşları əritmək üçün bir yol axtarırdıq. İndi tapmışıq. Demək, sən Elşənlə birlikdə Bozqayanı yarıb, kəndlərə su verəcəksən. Sən də mətanətlə bir yerdə ağ daşlar əridib, torpağa qüvvət verəcəksən. Gedə Kamran, mən bu saat bütün kəndləri ayağa qaldıracağam. Mətanət, bunu yerinə qoy. Tez qayıt, sən də bunlarla git. O dərmanı ələ keçirmək lazımdır Kosa. Xudahafiz. Xudafiz. Ben
Gələnə qədər siz bir yerə getməyəcəksiniz ki, həkim baba. Yox, getsəm, yazıb yenə də qutuya qoyaram. Aparın onları. Biz burada işimizi kurtarmayınca bırakmayın. Selamun aleyküm. Həkim el dostum. Aleykesselam. Simnar xan, Göygöz Kosa heç gözləməzdim. Əyləş həkim el dostu. Mənim dostum bir kitabda oxuyub ki, Çiçəkli dağdakı ağdaşlar torpağa qüvvət verir. Mən istəyirəm ki, sən bu daşları əritmək üçün bizə yol göstərəsən. Elə bir dərman deyəsən ki, biz onunla həmin daşları əridib xanın torpağına verək. Mən elə bir dərman bilmirəm xan. Bilirsən. Mənə qızıl lazım deyil xan. Elə bir dərman da bilmirəm. İndi seç, qızıl, hörmət, ehtiram, ya da qanlı qalada zəncir və zindan. Axı mən elə bir dərman bilmirəm. Bilirsən həkim el dostu. Dərman budur bizim əlimizdədir. Sən məni yaxşı tanıyırsan. Axı mən də kimyagərəm. Bu dərmanın necə hazırlandığını axtarıb tapa bilərəm, bəli. Amma sən gəl bu sirri öz xoşunla bizə de. Həkim el dostu, səni özümə baş vəzir edərəm. Yaxşı. Razıyam. Ancaq heç kəs bilməməlidir ki, bu dərmanın sirrini sizə mən açmışam. Oradan bir daş ver. İndi o dərmanı da mənə ver. Kosa, ver. Kasa, bu dərmanın necə hazırlandığını sən heç bir yolla öyrənə bilməyəcəksən. Aferin! Halli, ay Halli, məni bağışla dostum. Məni təpişlə vuranda yadına heç dostluq düşmürdü. Gel yat, sabah usta Bozdağa gedəcək. Biz də onunla olmalıyıq. Yaxşı dostum, yaxşı. Barışdıq. Demək barışdıq. Ey gülüm, ey gülüm, ey bülbülüm. Ben ki derviş olmuşam, şahu cahandan farigem. Ben değil sultan eşkem, invandan farigem. Ağa derviş, buyur içeri. Salam aleyküm. Aleykümselam. Buyurun ağa derviş. Buyurun əyləşin. Tanıyırsan mı? Elişənin çubuğu. Bu
Elşən düzəldib həkimə göndərmişdi. Həkim də ona bir mətanət gülü göndərmişdi. Mən bunları bilirəm. Və sən necə? Bilirsənmi bu saat həkim hardadır? Deyirlər ki, Bozqaya əjdaha olub, həkimi udub. Deyirlər. Və sən ki onun dostu idi. Mənə sabah tezdən ora gedəcəyəm. O Bozqaya doğrudan da əjdahadırsa, mən onun külünü göyə soracağam. Yox, əgər yalandırsa, onda həkimin əsli düşmənini tapacağam. Səncə kimdir onun əsli düşməni? Mən o göz kosadan şübhələnirəm. O çox murdar adamdır. Aferin usta. Kosa doğrudan da murdar adamdır. O həkimin təzə tapdığı dərmanı əlindən almaq, özünü də zindana salmaq istəyir. Yoxsa... Yox əzizim, həkim qaçıb gizlənib. Ancaq sən bu gecə onun köməyinə çatmalısan. Gedək! Amma sən tək heç bir şey edə bilməyəcəksən. Biz gərək Elşəni də, mətanəti də tapaq. Mənə heç kəsin köməyi lazım deyil. Bura bax. De görüm sən həkimi harda görmüsən? Həkim haqlıymış. O mənə dedi ki, əgər usta sənə inanmasa, bu çubuğu doldur ver çəksin. O mənim tütünümü tanıyır. Həkimin səsi. Gözəl tütündür, adamı lap məst eləyir. Doğrudan da bu tütün adamı məst edir. Sən mənə nə verdin? Su verdi, su. Mənim əzizim, sənin axtardığın su. Necə? Göz kosa. Bəli. Göz kosa. Sən deyirsən ki, mən çox murdar adamam. Götürün. Bu mənə lazım olar. Mən səndən çox razıyam Kosa. Bugündən kəndlərə söz yayarsan ki, usta əjdahanı öldürmək istəyib, əjdaha da qəzəblənib onu daşa döndərib. Bu çox çətin işdir, hökmdar. Çətin olmaz Kosa. Bəli, çətin olmaz mı? İndi qaldı mətanət, sonra da Elşən. Xallı, ay xallı, sən bütün heyvanlardan ağıllısan. De görün bu işin axırı necə olacaq? Əgər sən o axşam məni güclə yatırmasaydın, ustamızın başına da bu iş gəlməzdi. Doğru deyirsən xallı, günah məndədir. Yox yavru, bu işdə hər ikimiz günahkarıq. Gərək əl-ələ verib ustamızı qurtaraq. Gedək.
Görünür deyilenler doğruymuş. Dayanı git. Hardan gelip haraya gelirsen. Sen kimsen? Həkim el dostunu əjdaha olub. Ustanı daşa döndərib. İndi səni axtarır. Vaxt var ikən qaç canını qurtar. Sen beni korkak mı bilirsen? Heyifçi kadınsan yoksa... Əl saxla igid, qollarındakı qüvvət sənə lazım olacaq. De görüm sen kimsen? Yaxşı. Kim olduğumu deyərəm. Lakin and iç. Söz ver ki, kim olduğumu biləndən sonra sirrimi açmayacaqsan. Həkimi və ustanı xilas etməyincə gecələr yatmayıb, gündüzlər dincəlməyəcəksən. And içirəm. Söz verirəm ki, dərimi bu soğan kimi soysalar da, bədənimi bu kağız kimi tikə-tikə doğrasalar da, yaxud bu alma kimi deşsələr də, sənin sirrini açmayacağım. Həkim babanın ustanı xilas etməyincə, geceler yatmayacaq, gündüzlər dincəlməyəcəyəm. Mətanət! Bəs deyirdilər sənə əjdaha udub. Yox Elşən, həkim baba itən gündən mən gizlənirəm. Səni və Kamran babanı axtarıram, qulaq as. Həkim baba bir yerə gedəndə yazıb, bu kutuya qoyardı. Görünür bu səfər fürsət tapa bilməyib. Ancaq başına gələnləri bildirmək üçün, bax, bu kutuya bir nar, bir kufu, bir parça sim, bir de qanlı daş qoyub. Elşən, yəqin onlar vuruşublar, onu güclə aparıblar. Qanlı daş. Nar. Qıfı. Mən heç nə başa düşmürəm. Mən də başa düşmürəm, amma biz gərək. Mənim tapmaca tapmağına vaxtım, nə də həvəsim var. Deyirlər ki, həkim babanı və ustanı xilas etmək üçün o boz qayanı yarmaq lazımdır. Mən bu saat oraya gedəcəyəm. Sən boz qayaya getməyəcəksən. Yox, gedəcəyəm. Mən sənə deyirəm ki, getməyəcəksən. Mən də sənə deyirəm ki, bu saat gedəcəyəm. Sən söz verdin, and içdin. İgid öz andından dönməz. Mətanət, axı... Sən öz gücünə həddindən artıq güvənirsən, Elşən. Halbuki sənin ustan səndən gücsüz deyildi. Mən bütün ümidimi sənə bağlamışam, Elşən. Amma sən... Elşən... Mətanət. Biz Kamran babanı tapmalıyıq. Bu sirri bircə o aça bilər. Mən bu saat onu taparam. Bu kutunu da özünlə apar. Yaxşı. Mən səni burada gözləyəcəyim. Özündən müğayət ol, Elşən. Arxayın ol. Sağ ol Mətanət. Sağ ol. Dayan, gelə bilmirəm, ayaqlarım yanır eşidirsən, yanır istidir. Ayaqlarım yanır çıx gedəcəyik, hə? Tez ol, dur gedək, az qalır. Odur, bax, çəkmişim. Bax, çatdıq. Hə, çatdıq. İndi biz burada hacı necə gözləyəcəyik? Elçin gələnəcən, gələr sözünü deyərəm gedərik. Uzan biraz yat. Yox, mən yatmağa qorxuram. Gözümü yuman kimi o gəlir mənim yuxuma girir. Kim? Göz közüm. Uşaqlar ustanın həyətində Elşəni gözləyirlər. Allah. İğne sancıma. Hadi. Hadi. Nə məliyirsən? Mətanət bacı. Mətanət bacı.
səni pallaşdıram. Görək həkim baba indi hardadır, hə? Gizlən Mətanət bacı, qoy səni görməsin. Yaxşı. Rəm yatıram, fala baxıram. Rəm yatıram, fala baxıram. Falçı baba, bir rəvat görək həkim baba indi hardadır? Hakim baba, fılfilan, fılfilfilin, əsumşılar bağlan bilir. Ulduzları seyr eyləyən, fələklərin sırrın bilən, hüsnün bilən, ayin, ilim, əsumşılar bağlan bilir. Yahu! Yavrum, de görüm bu saat həkim baba hardadır? Aha! Həkim baba. Ay yazık! Yavrum, bəs onu kim xilas edə bilər? Aha! Elşən, Mətanət. Mətanət bacı. Mətanət bacı, Mətanət bacı, Mətanət bacı, Mətanət bacı, Mətanət. Yavrum, de görüm bu saat Mətanət hardadır? Aha! Bax, Mətanət oradadır. Mətanət bacı, Mətanət bacı gizlənmə, o hər şeyi bilir, sənin yerini də bildi. Gizlənmə, o hər şeyi bilir, sənin yerini də tapdı. Mətanət qızım, sənə şad bir xəbər gətirmişəm. Al bu Mətanət gülünü ilə, o ürəyə qüvvət verir, al. Sən onun adını hardan bilirsən, Falçı baba? Bunu sənə həkim baba göndərib qızım. Bəs həkim baba özü hardadır? Səbr elə qızım, hamısını biləcəksən. İlə qızım, ilə ürəyinə qüvvət gəlsin. Biz həkimi xilas etməliyik. İlə qızım, ilə. Göz kasa! Göz kasa! Göz. Aparın. Mətanət! 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 Ay qız Mətanət! O məni burada gözləməliydi. Mətanət, hardasan? Mətanət! Burada bir alma var. Özünü də dişləyiblər. Burada ayrı şeylər də var idi. Burada bir gül də var. Mətanət gülü. Dayan! Bu gülə beşləri səbəblər. Beşləri? Bəli. Qısını bura ver görüm. Ramlatına, hava bakına. Neyse, usta onu değil, o ise, her neyse. O hələ gəlməyib, alçı.
çağıran kişi, ustalık kızıştırıp Bozgay'la gönderen sen oldu. İndi özü korkuda gizlenirse, Eyşen de senin kimi... Elşen korkak değil gizlene. Menem Elşen. Sen ustamın yerini bana göster. Usta! Ya fil filav! Fu fil filav! Fu fil fili! Budur usta. Lap özüdür ki. Bu ne iştir? Ejdahoğlu daşa döndürüp papağı başında, külüngü de elinde. Ha. Gördün? Gedek. Aferin igit oğlum. Gedek. Dayan Elşen. Bu falçının gözleri benim hiç hoşuma gelmir. Biz ora sabah seher gideceğiz. Sabah niye? Ha? Yok Kamran baba. Ben ona bu saat gideceğim. Papağı başında, külüngü de elinde. Ve sen dirdin ki... Sen çok nankör adamsan hekim. Ben sana bu kadar hürmet eləyirəm. Hürmetini görürüm han. Metaneti getirmişəm hökmüdar. Metaneti? Bura koyun. Həkim baba! Dayan. Peki. Mən hardayam? Bu saat bilərsən. Həkim baba! Bura kanlı qaladır kızım. Onlar səni zəncirə vurublar. O zəncirin açarını sənə verə bilərəm mətanət. Al. Ancaq bir şərtlə. De görüm həkim o dərmanı necə düzəltmişdi. İzni verin başlayayım hökmüdar. Başla. Bu nedir? Bilmirəm. Bilmirsən. Yalan dirsən. Bağırma kösə! Elə çığıraram ki, qulaqların batar. Bəs belə. Atarım. Hadi. Bu nedir? Ya burada daha ne vardı? Mən bilmirəm, hə? Bilmirsən. Bəs daşa dönmək necə? İstəyirsən mi? Dayan, orada bir alma da vardı. Mən onu dişlədim, Mətanət bacı, Mətanət bacı. Sən ki yaxşı bilirsən, danış da, yoxsa o məni daşa döndərmək istəyir, mən qorxuram. Hadi. Burada daha ne vardı? Mən yatmışdım, heç nə görməmişəm. Görməmisə. Yalan deyirsən.
İndi şübhə qalmır ki, həkimi də, ustanı da göz yosayla Seminar xanı uğurlayıblar. Necə? Uğurlayıblar. Yoksa sen bunları okudun? Bəli, oxudum. Bu saat siz də oxuyarsınız. Nar. Nar. Simnar. Bəli, Seminar. Qanlıdaş. Bu da qıfıl. Həkim demək istəyib ki, Seminar xan onu qanlı qalada zindana salıb. O ki qaldı usta, siz bilirsiniz ki, o Bozqaya kimi qorxulu bir yerə heç vaxt qolçaqsız, külüksüz getməzdi. Atı da, iti də burada qalıb. Yox, mətanəti də, onu da zorla aparıb. Düzdür. Ben bu saat Kanlı Qalaya gedirəm. Sədaqətli dostlarım. Siz ki oranın yolunu yaxşı tanıyırsınız. Dayan Eşən. Onların tanıdıkları yolda indi çosa min bir tilisim qurub. Mən səni Qanlı Qalıya heç kəsin tanımadığı gizli bir yol aparacağım. Nəhayət deyəcəksən ya yox? Mənim adım Mətanətdir. Bunun mənasını ki bilirsən, mən sizə heç nə deməyəcəyim. Diyeceksen. Yoksa bu möhtərəm həkimin dərman düzəldən əllərini daşa döndər. Hadi bir bura bax. Bir şişe derman nedir ki adam onun üstünde bu kadar əzaba tab getirsin? Ben bilseydim diyerdim. Hamımızı da kurtarardım. Vur. Şimdi necə? Diyeceksen ya yok? Vur. De. Yoksa onun bütün bedenini daşa döndüreceğim. Mətanət, həkim el dostu daşa döner, amma düşmənə sir açmaz. Baharıq. Yoksa bunu da daşa dön. Mətanət! Görürsen bundan sonra ben de metanet kim olacağım. Korkmayacağım. Korkmuram senden. Necə? Mətanət, sən daşlar əritmək istəyirdin. Onlar sənin özünü daşa döndərdilər. Lakin o yaşayır və yaşayacaqdır. Onun haqqında nağıllar, əfsanələr düzələcək. Amma siz diri olsanız da daş kimi cansız və ölüsünüz. Mən sənin qarşında diz çökürəm qızım. Bundan sonra da onların bütün sorgu suallarına senin kimi daş olacak. Ömrünün sonuna kadar da bu daş kafeste kalacaksın. Di gedək.
Dostum! Elşən, tez ol. Sən bu zəncirləri qır. Mən həkimi aparıb elə yerdə gizlədəcəyəm ki, quş da quşluğu ilə tapa bilməsin. Siz məni evimə aparın. Orada mənim dərmanlarım, kitablarım var. Arxayın ol, şeylərin hamısını yanına gətirəcəyik. Deyəsən gələn var. Kamran baba, sən tez xallı ilə gəldiyimiz yoldan qayıt. Həkim babanı mən özüm qaçırdaram. Evinde daha hiçbir şey kalmadı. Sağ ol Kamran. Oğlum, sen bunları səhmana sal. Ben de gedim Qalaçayın etrafına uşaqlardan keşişi koyun. Onu bura ver. Açmayıblar ki. Yox. Sənin əllərin həmişə belə qalacaq. Mənim əllərimi bu daşdan bizim o dərmanımız qurtara bilərdi. Ondakı mən düşmənin əlinə keçməsin deyə sındırıb dağıtdım. O dərmandan yenə də düzəltmək olmazmı? Bunun üçün çiçəkli dağa gedib xüsusi otlar, çiçəkləri yığıb gətirmək lazımdır. Mən bu saat quş kimi özümü oraya getirərəm. Sən oraya gedə bilərsən. Ancaq mənə lazım olan şeyləri gətirə bilməzsən. Bunun üçün otların, daşların, çiçəklərin xasiyyətini bilməli, təbiətin sirlərini öyrənməlisən. Mən hamısını eləyərəm, sən yalnız yol göstər. Bunun bircə yolu var. Sən o kitabları oxumalısan. Bunların hamısını? Bəli. Semnar xanla Kosa istədiklərini edəcəklər. Mən oturub kitab oxuyacağam. Yox, həkim baba. Mənim qollarımda ustanın qolçaqları, əlimdə onun külüngü var. Mən o külüngü də tanıyıram. O qolçaqları da. Onlar xalq içindən çıxmış, ilk ustadan yadigar qalmışlar. Onlar ki səndədir, demək, elin bütün gücü, qüvvəti sənin qollarındadır. Lakin unutma ki, düşmənin əlində qorxulu, sehirli çubuq var.
Bir başarı boynundan çıkar. Aç o kutunu görün. Görürsen mi? Görürəm. Nə qəşəngdir. Gör onu götürebilirse. Az qalmış əlimi sındırsın. Onda nə qəribə güc var. İndi o sana değmez. Çünkü ben özüm icazə veririm. Bu güc ve kuvvet kolçakları sana öz ustandan yadigar qalıb. Bu elm ve bilik kəməri isə mənə öz müəllimimlə. Bağla belinə görün. O belimdə dayanmır həkim baba. Dayanmayacaq da. Ne kadar ki sen bu kitapları okumamışsan, kemer belinde dayanmayacaq. Demek ne benim kollarım bu daştan kurtaracak, ne de ki metanet. Nə mətanət həkim baba. Bir o kemeri benim çiğnime sal. Yahu. Ya filfila. Ya filfilu. Filfila. Filfilu. Uyan. De görüm həkim dərmanı necə düzəltmişdi. Bilmirəm. Demə sən ömrün sonuna qədər burada qalacaqsan. Məni buradan xilas edən taplar Simnar xan. Taplar deyirsən. Yox, səni artıq daşa döndərməyəcəyəm. Sirri açmayınca səni ilanlar, əqrəblər arasında saxlayacağam. Yahullah. Ezinle. Ecmiha. Hadan şayaltı. And içirəm mətanət. Səni bu zindandan qurtaracağam. Bunun için de sen kollarındaki gücü elimle, bilikle birleştirmelisin. Eşittin ki, O zindan hardadır həkim baba? bilmirəm. Görünürsüz məni qaçırandan sonra Simnar xan onun yerini dəyişdirib. Onu xilas etməliyəm. Mənə yol göstərin. Bunun için bax, o kitablar səni gözləyir. Gecələri yatmayacağam. Gündüzləri dincəlməyəcəyəm. Oxuyacağam. Bir, 3 oldu. 3, 7'ye keçdi. 7 40'a çatdı. Hələ də yarısından çoxu qalır. Bəsdir.
Daha okumayacağım. Kimdir mənə gülən? Kimdir mənə ələ salan? Sen ben okumamsan. Bensiz otların hasiyetini öğrenmek olmaz. Mənsiz daşların sirrini bilmək olmaz. Mənsiz heyvanların dilini başa düşmək olmaz. Gedin, sizə ihtiyacım yoxdur. Öz gücüm, qüvvətim mənə bəsdir. Gəlin gedək. Qoy bizi başqaları yoxsun. Gəlin gedək. Dayan. Oğlanma. Bir həkimin kəmərini bağla görək. Görürsən? Çünki hələ sən bizi oxumamısan. O bu kitapların hamısını okudu ya yok? Okudu. İndi 3 gün 3 gecedir ki yorgunluğundan yatır. Elşen. Kalk oğlum. Vaktır. Kim baba? Salam. Bir de. İndi mən səni başa düşürəm. Sən deyirsən ki, Simnar xanla Göygöz Kosa ustanı çiçəkli dağda daşa döndürəcəm. Necə? Mən səni də başa düşürəm. Sən deyirsən ki, onlar mətanəti qanlı qalanın zindanına salıb işgəncə verirlər. Həkim baba, Kamran baba, indi mənə getməyə icazə verərsiniz. Əvvəlcə kəməri belinə bağla, gör dayanır mı? Ağla Eyşen, kılıç da sana lazım olacak. Bağla, korkma. Dayandı. Dayandı Həkim baba. İndi döyüşe gidebilirsen. Ged oğlum. Ama fikrin həmişə kəmərdə olsun. O qaranlıqda ışık salıp sana yol gösterecek. Düşman seni tora salmak istediğinde parıldayıp haber verecek. O çiçeğini dağa terk etmeyecek həkim. Onu mən aparacağım. Hallı da yallı da bizimle gidecek.
Axır ki Çiçəkli dağa çatdıq. Çiçekli dağ. Burada gülden çiçekten eser de yoktur. Kosa buranı tilismə salıb oğlum. Elşən, gel oğlum, yakın gel, beni xilas elə. Ustamın sesidir. Usta. Yeni kosa. Ezan Eşem, onu gözden koymak olmaz. Yani, indi ben burada elə bir cehennem geldim ki. Elşən, məni xilas et. Metanet. Aha! Sen öz ayağınla öz qəbrinə gəlmisən. Ora! Zulma! Ufa! Cehennem! Ali! Yansa! Almasa! Almasa ki! Oh! Oh! Amcaların kendine çıkıram! Dostum, haradasan? Buradayım. Necəsən, əziz dostum? Necə olacağam at kimi? Sen necəsən? Sen at kimi olanda ben de gerek olam it kimi. Sen xalıyla burada kal. Ben de gedim həkimi və kəndliləri bura çağırım. Yaxşı. Elşen, geciksen bir de metaneti görmeyeceksin. Tez bizim dalımızca gel, Elşen. Tez, Elşen. Tez ol, Elşen. Tez ol. Elşən, yubanma, tez gəl. Gel Elşen, tez, gecikme, gel.
Elşən. Rədd ol. Getmirəm. Rədd ol deyirəm. Biz seninle teşbeter kaldık. Simnar Han. Damardadır. Ben onu sana demerim. Elşən! Elşən! Aferin oğlum. Bircə mənim əllərim bu daşdan qurtarsaydı, Həkim baba, sizin o dərmanınız məndədir. özüdür ki var. Bəs o vaxt mənim sındırıb dağıtdığım nə idi? O su idi. Mən dərmanı götürüb, əvəzinə rəngli su ilə dolu başqa bir şüşə qoydum. Aferin. O gün mən ağaca çıxmışdım. Bir də gördüm ki... Görürsən mi budur? Mətanət, Elşən, Hadi, onlar nə tənbəldirlər. Ne de korkak. Söz veririm ki bugünden ben de onlar kim olacağım. Ustanı getirirlər.
Şehri daha yine de bizimmiş. Elşen sen de bu gülleri tanıyorsan mı? Əlbəttə. İndi mən bu güllərdən dərman da düzəldə bilərəm. Əziz balalarım, budur qəhrəman Elşən və gözəl mətanət haqqındakı nağıl. Professor, ne yaşlı nağıldı? Yaxşı, çox gözəl mətanət. Mətanət? Bəli, mətanət. Qədim nağıl və əfsanələrin gid qəhrəmanlarını xalq o qədər sevir ki, onların adlarını hətta indi də öz uşaqlarına verir. Mingəçevin en yaxşı ekskavatorçusudur. Mətanət! Elşen!